Her vaxtınız xeyir. Peygamber Efendimiz soruştu İmam Ali'den, Allah'ını sevirsen, ey Allah'ın Resulü, elbette ki sevirəm. Bəs söylə məni necə? Məni də mi sevirsən? Ey Allah'ın Resulü, elbette ki sevirəm. Bəs xanımını necə? Onu da mı sevirsən? Ey Allah'ın Resulü, elbette ki sevirəm. Bəs evladını necə? Onu da mı sevirsən? Ey Allah'ın Resulü, elbette ki sevirəm. Bir qəlbdə dörd sevgini necə tuta bilirsən? Ali cavab verə bilmir. Peyğəmbərdən vaxt istəyir. Ya Resulallah, biraz vaxt ver mənə düşünüm. Hazreti Fatimə görür, Ali çox dalğın görünür. Soruşur ki, nə olub Ali? Yaman dalğın görünürsən. Ali bir olanları Hazreti Fatiməyə anladır. Fatimə deyir ki, Ali, sən get babama belə söylə. Allah'ı xalım imanla, Peyğəmbəri ruhumla, xanımı nəfsimlə, evladı şəfqətimlə sevirəm. Ali gedir bu şəkildə cavab verir Peyğəmbərə. Peyğəmbərimiz də ona ən gözəl bir cavab verir. Bu sevgilər əksilməsin sənin heç vaxt ürəyindən. Bu sevgilər hamısı birdir, hamısı ilahi sevgidir.